Hər vaxtınız xeyir olsun, əziz və dəyərli abituriyentlərim. Hər birinizi xoş gördük. Mən Müxəynizə Kazımova. Bugün sizlərlə üzvi kimyanın alkenlər mövzusundan 212 nömrəli testin izahını sizlər üçün bölüşmək istərəm. Gəlin keçid edək, sualımıza görək bizə nələri verib və nəyi tapmağımızı bizdən istəyir. Belə bir cədvəl veribdir bizlər üçün və cədvəldə yazır ki, qarışığımız var və onun tərkibi var. Diqqət yetirsək, qarışığımız S2H4 və S2H6-dan ibarətdir. Nə veribdirsə, eyni ilə biz də buradan qeyd edək. S2H4 və S2H6-dan ibarət bir qaz qarışığımız var. Və bu qaz qarışığının mol miqdarını verib 2 mol. Onu aşağıdan qeyd edəcəm. Hər ikisinin mol miqdarı 2 moldur deyə. Sonra deyir ki, qarışığa əlavə edilən hidrogenin mol miqdarı 2 moldur. Demək ki, mənim qarışığıma hidrogen əlavə edilibdir. Hidrogeni yuxarıdan yazıram, səbəbini açıqlayacağım sizlərə. Və bunun da mol miqdarını bizə verir 2 mol olaraq. Sonra bizə deyir ki, tam hidrogenləşmə reaksiyasından sonra qabda qalan maddələrin ümumi mol miqdarı isə 3,5 moldur. Demək ki, bu maddələr reaksiyaya daxil olduqdan sonra reaksiyada qalan qabların daxilində 3,5 mol qaz qarışığı ümumilikdə olacaq. İndi gəlin, diqqət yetirək sualımıza. Deyir ki, başlanğıc qaz qarışığında neçə mol etan var? Əgər bizə başlanğıc sözünü veribsə, demək ki, reaksiya məhsulumun da tərkibində etan var ki, onları ayıra bilim deyə mənə mütləq ki, başlanğıcda və yaxud da sonda olduğunu bildiribdir. İlk öncə buna mütləq və mütləq diqqət yetirin. İndi gəlin keçək reaksiyamıza. Əgər ki, biri S2H4 və biri S2H6 verdiyi zaman, baxıram ki, biri alkendir, doymamış karbohidrogenimindir. Düzdürmü? S2H4'ümüz. S2H6 isə mənim doymuş alkanlarımın nümayəndəsidir. Və ora hidrogen əlavə etdiyim zaman hidrogen doymamış karbohidrogenlərlə reaksiyaya daxil olacaq və alkenlər özlərinə 1-in 1 mol nisbətində həmişə hidrogeni birləşdirir, özlərini 1 mol nisbətində doymuş vəziyyətə keçirirlər. Mütləq ki, bu reaksiyanı özünüz üçün unutmayın. Doymuş və doymamışların reaksiya qabiliyyətlərini bilmək sizin burada işinizi çox yarayacaq. Ona görə reaksiyaları edərkən, testlərinizi həll edərkən ilk öncə bütün mövzunu tam oxumağı sizlərə məsləhət görürəm. Eyni zamanda reaksiyaları özünüz üçün bir vərəqdə, kiçik bir not dəftərində qeyd etmənizi istəyirəm ki, bu hər zaman sizin üçün daha rahat və əlverişli olacaq deyə. Və biz bildik ki, əgər S2H4'ümüz hidrogenlə reaksiya daxil olduğu zaman yeni bir S2H6'nı yarattı. Baxın, ona görə başlanğıc dedi ki, çünki bayaq da dediyim kimi reaksiyanın məhsulunda da sən demə S2H6 mövcud olacaq imiş ki, ona görə mənə əvvəldə sözünü, bax, mütləq ki, qeyd edibdir. Və S2H6 reaksiya daxil olmur, onu isə bilirik. İndi əzizlərim, reaksiyanı necə həll edərik? Mütləq ki, mol miqdarlarına diqqət yetirməliyik. Reaksiyanın əvvəlində verən qaz qarışıqlarının ümumi mol miqdarı 4 moldur. Reaksiyadan sonra isə bu mol miqdarı olubdu 3,5 mol. Demək ki, 0,5 mol burada azalma var. Yəni, sərf edilibdir. Düzdür, əzizlərim? Və sərf edilənim nədir? İndi birinci bunu tapmalıyıq. Əgər ki, mən verilən qaz qarışığının üzərinə hansısa qazı əlavə edirəmsə, demək ki, azalan, bax, o əlavə edilənimdən mütləq ki, ondan baş verəcək. Əgər 0,5 mol mən azalma prosesi, yəni sərf etmişəmsə, həmin mol miqdar hidrogenə aid olan bir mol miqdardır. İndi əzizlərim, hidrogenə görə rahatlıqla alkenimin mol miqdarını da tapa bilərəm. Əgər ki, 1-in 1 nisbətində reaksiya daxil olurdularsa, bu 0,5'dirsə, o zaman S2H4'üm də 0,5'dir. 1-dən 1 nisbətində S2H6 alınırdısa, o zaman yeni yaranan mənim alkanımın da mol miqdarı 0,5 moldur deyə bilərik. Və reaksiyanın əvvəlinə qaydaq. Başlanğıc sözünə diqqət yetirin hər dəfə. Reaksiyanın əvvəlində əgər ki, mən alkenimin, yəni S2H4'ümün mol miqdarını tapmışamsa və ikisinin birlikdə mol miqdarını mənə 2 olaraq veribdirsə, demək 0,5 ona aid olduğu zaman 1,5 molda mənim reaksiyamın əvvəlində alkanımın
Yəni etanımın mol miqdarının olduğunu həqiqətən tapmış oluram. Bəs yaxşı, sizə başlanğıc deməsəydi, reaksiya sonunda nə qədər mənim etanım olub deyə sual versəydi, gəlin onu da tapaq. Reaksiya nəticəsində yeni bir alınan mənim alkanım var, düzdürmü? Etanım. Onun mol miqdarı 0,5 moldur. Eyni zamanda reaksiyamın sonunda da əvvəldə daxil olmayan C2H6-mdan da olacaq. Neçə mol? 1,5 mol. İkisinin mol miqdarını o zaman toplayardım. Deyərdim ki, reaksiyanın sonunda sən demə 2 mol C2H6, yəni etanım mövcuddur. Bəs yaxşı, hidrogeni sorursaydı sizdən ki, reaksiyanın sonunda mövcud olarmı? Əlbəttə ki, olar. Niyə? 2 mol miqdarında verib sərf etdiyim yalnız 0,5 molsa, demək ki 1,5 molda H2 mənim reaksiyamın sonunda da mövcud olacaq. Və həqiqətən diqqət etirsəniz, yeni alınan, əvvəldə də olub, sonda da mövcud olan və artıq qalan hidrogenin hər üçünün mol miqdarını topladığım zaman qaz qarışığının, reaksiyadan sonraki qaz qarışığının 3,5 mol olduğunu həqiqətən sübut etmiş oluruq burada da. Testimizin izahı bura qədər idi. Ümidvaram ki, hər biriniz üçün aydın və anlaşılmış bir izah olmuş olar. Hər birinizə xoş dinləmələr arzu edirəm. Hər hansı bir sualınız da varsa, mütləq ki, mənimlə bölüşməyi unutmayın. Hər birinizə xoş dinləmələr.